4-ün yarısına kimi söhbət elədik. Söhbət eləyəndən sonra səhər yatdıq. Yatandan sonra səhər durdu, namazını qıldı. Çörək saat 7 görüşdük, yola saldım. Bilseydim benim ömrü güdədir. Hiç o 8 gün ben o yanına oturardım, koyardım, işler tökülüp kalardı. Bir için o gün Beləcə, ölümə doğru yol aldı Mübariz. Hər gün planlaşdırırdı atacağı addımı. Hətta hərbidəki əskərlər belə onun 1-2 gün əvvəldən xeyli fikirli gördüklərini, bir neçə gün əvvəl yeməkdən də imtina etdiyini dedilər. Televizora baxırdı, ürəyimə damıb ki, öləcəm. Belə bir söz dedi. Dedim, Allah eləməsin. Ona nə örgənmisən? Ondan vətəni sevməyi öyrənmişəm ilk öncə. Necə vətən sevmək lazım, necə vətən xidmət etmək lazımdır. Çünki o bir insan kimi, bir şəxsiyyət kimi, hərbi kimi yox, bəlkə bu mülki həyatda da yaşasaydı, o vətəni daimi sevirdi. Hamı məsləhət gördü ki, xidmətini eləsin kişi kimi. Bunun 8:00-da məşq eləmək vaxtı idi. Bütün özü ilə bərabər əsgərlər də yığırdı ki, hətta mən idman eləməyən insan, mənə də maraq yaratmışdı məndə. Bu idman eləyə vətənpərvərlik haqqında danışırdı bunlara. Mən baxıram, sən ona çox oxşuyursan. İnşallah, tək oxşuyum onu. Tək elə bir insan oxşuyum. Fəxr edirəm ki, ona oxşasın. Mən sevinirəm ki, arzusuna çatdı. Tək ki, bu hamımıza qismət olsun. Nəinki mənim üçün, o bəlkə bütün Azərbaycan ordusu üçün bir nümunədir. O xalqı qaldırdı ayağa, vətəni qaldırdı. Bildirdi ki, vətən sevmək lazımdır, vətən var. Məzuniyyətdən geri döndüyü bir neçə gün içində bir xeyli valideynləri ilə əlaqə saxlamışdı Mübariz. Hətta valideynlərini yavaş-yavaş öyrəşdirmək üçün bir dəfə də zəng vuraraq başqa səslə atasına Mübarizin dostudur danışan, Mübariz ermənilərin üstünə getdi, döyüşə, ölməyə deyib. Dəstəyin bu başında atasının iniltisini eşidib, ürəyi dayanmayıb tezcə, ata, mənə Mübarizdir, narahat olma, zarafat edirdim, bağışla demişdi. Eğlenceli bir xəbər vermişdi. Onda da qorxduq, dedim, ay bala biz yazıqıq axı, bizim yer qorxuzursan eğlenceli. Amma onun son zəngini bugünə qədər valideynləri unutmayıblar. Ayın 17-si günü zəng eləmişdi, saat 11 idi. Mənlə danışmadı heç, düz ağlı belə. Gördüm belə, zəng eləyib mənə, ancaq əskərlərlə söhbət edir. Deyir, qapını örtün oradan. Elə bir şey hifslidir. Sonra mənə cavab verdi, dedi, anam oradadır, dedim, hə. Dedi, ver anama telefonu. Aldım telefonu, atasına o cür deməyib. Atasına gene de deyib, maaşlarımız köçüb. Maaşını alarsan, buradan bizi alırdıq, rayondan alırdıq. Dedim, bu nə tərsən, indi nə tərsən bala? Dedim, mənim keyfim lap yaxşıdır, məndən sana narahat olmayın. Mənim keyfim lap yaxşıdır. Bol-bol sadaqalar payla, gene telefonda özümə. Bol-bol sadaqalar payla. İbadətinizi vaxtında eləyin. Hamımız namaz qılırıq. Bir də uşaqları evləndir. Dedim, boş üstən, nə tür? Gene mən heç nə şübhələnmədim. O məktubda yazdığını deyə bilmədi bizə. İstəyirdi ki, onu deyə bilmədi. Danışıb qutarandan sonra dedim, yoldaşıma dedim, yaman böyle şeydən, həyəcanla danışırdı uşaq. Elə bir o qavarsan, təlaşla, elə bir tələsə sözü dedi, harasa elə bir gedirdi. Dedi, az orada tutmur, dağda tutmur. Valideynləri ilə telefonla danışdıqdan sonraki günü necə keçdiyini çoxları bilmir. O günün bütün təfərrüatını indi, onunla bir otaqda yaşayan və bütün gününü bir yerdə keçirən komandirindən öyrənəcəksiniz. Qeyd edim ki, komandir Tural Həsənov Mübarizlə bağlı bir neçə dəfə başqa kanallara müsahibə versə də, o gün baş verənləri bütün gerçəkləri ilə yalnız bizim kanala və ilk dəfə ətraflı danışır. Haradasa saat 10-un yarısıdır. Dedim, Mübariz, sən cavab deysən, şəxsiyyəti düz yad komandasına. Dedi, baş üstə. Elə bu anda ateşkəs pozuldu. Bəli, amma elə də güclü, amma az. Dedim, mən də gələm dedi. Dedim, yox, sən qal burada şəxsiyyətin üstündə, mən qalxıram. Mən qalxana yaxın bu şəxsiyyəti düzdü. Mən qalxdım posta. Gördüm, atışma var, amma o qədər də yox. Biraz qaldım haradasa 20 dəqiqə, 25 dəqiqə qaldım. Sonra gördüm bunlarda
daha da gücləndi atışma. Amma əvvəl biz tərəfə atılırdı. Amma indi öz içlərində atışma gedir. Özüm də məəttəl qaldım ki, bu bizi atmırlar, necə atırlar öz içlərində. Düşdüm aşağı. Aşağı düşdüm. Kazarmanın ağzına satanda dedilər, gördüm şəxsiyyət yoxdur. Yaxınlaşdım, dedim, Gizir İbrahimovanı, dedilər, qalxdı posta. Dedilər, qalxdı posta, dedim, axı, mən postdan gəlirəm. Görmədim, ona bir dənə yol var. Təzədən yenidən qalxdım yuxarı, gördüm, yoxdur. Telefonla da, mobilisində də zəng varam, zəng çatmadı. Birinci çatdı, sonra zəng çatmadı. Zəng çatmadı, zəng vurdum, bölük komandama arz edelim ki, mübariz yoxdur. Nəsə ürəyimə damdı. Getdim, elə bir ki, ürəyimi boşaltmaq üçün atdım ora. Avtomatla attım. Özünüz avtomatdan gül attınız? Bəli, amma gözlərim dolub, pis hiss edirəm özümü. Ata-ata da bunun dediyi sözlər yadıma düşür. Mübariz artıq geri dönməyəcəkdi. O öz missiyasını başa vurmaq üçün bir dəfəlik gedirdi. Amma arxada ondan nigaran qalmasınlar deyə valideynlərinə bir ağrı-acılı məktub yazıb qoymuşdu. Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapır. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür, vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. Gittim otağa, qapını açdım, gördüm ki, dəli açılıb Veşirkadan. Əlini attım cibinə, gördüm telefonu. Telefona baxdım, telefonu söndü. Telefonu cibinə qoyanda gördüm nəsə kağız, çıxartdım, gördüm məktub yazım. Oturdum məktubu oxuya-oxuya, bölük komandirini çağırdım. Çağırdım və bu anda yenidən biz bölük komandindən qalxdıq. Posta hələ də atışma davam edirdi. Çağırdıq mübariz nə qədər. Heç kim səs vermədi. Təbii ki, hava qaranlıqdır, heç nə görünmür. Cəmi 15 cümləlik bu məktubun hər sətrində Mübarizin ürək çırpıntılarını duymaq olur. Bu dəqiqələrdə onun yanında olmaq, onun atəş saçan gözlərinə baxmağı, bir mübariz olmağı, yəqin ki, damarlarında Azərbaycanlı, türk qanı axan hər bir vətəndaş istəyərdi. O məşhur məktubunu tapan ilk şəxs də Tural Həsənov idi. Məktubu oxuyandan sonra verdim bölük komandirinə. Dedim, bəlkə nəsə başqa bir şey də olar. Yatağın balıncının altına baxdım ki, yırtılmış məktub var. Bir dəfə yazıb cırıb onu. Bəli. Və ağlama edib yeni vərəqə köçürür. Bəli. Mübariz yola düşərkən postun yaxınlığında onu əskəri qarşılayır və ondan hara getdiyini soruşur. Mən burada patrol nəfəri idim. Ateşkəs pozulduğu üçün tam komanda qalxmışdı posta. Sonra onun arxasınca Gizir İbrahimov Mübariz öz silahını götürüb qalxdı komandanın arxasınca, o da posta getirdi. Buradan keçəndə sual verdim, yolda sizə, mən də gəlim sizlə. Dedi, xeyr, sən qal öz yerində, döyüş növbəsində apar. Nə ehtiyac var idi sən ona getməyinə? Yəni, gecə vaxtı tək hərəkət etmək qadağandır bizim ərazilərdə, onun üçün ona sual verdim. O dedi ki, xeyr, sən qal. O sizə nə dedi? Dedi, xeyr, qal yerində öz döyüş növbəsində apar. Arxada gördüyünüz bu ərazi əslində Azərbaycan ərazisidir, Azərbaycan sərhədidir. Mübariz də gecə ikən saat 11-12 radələrində bu ərazidən istifadə eləmişdi. Bugün yayılan bir çox məlumatlara görə güya o Tərtərin Çaylı kəndindəki postdan istifadə eləmişdi. Amma sizdə isə daha dəqiq məlumatı sizə mən verəcəm. O buradan Borsunlu kəndinin postundan istifadə edərək düşmən tərəfə hərəkət eləmişdi. Mübariz 1 kilometrlik irəlidəki bu minalanmış sahəni uğurla tək başına keçib gedə bilmişdi. Bu imkan əlimizdə olmasa da, biz Mübarizin qaçdığı yerlərlə o təhlükəli zonaya yaxınlaşmağa çalışdıq. Gecənin düşməsini gözləyərək onun son dəfə tapdaladığı torpaqlarda xeyli riskli olmasına baxmayaraq, biz də onun kimi operatorumuz Farizlə birgə qaçdıq.
sonra, yəni səhərsi, hərbi hissədən Mübarizin valideynlərinə mübhəm zəng vurulur. Sonra bizə zəng elədilər ki, bəlkə evə qaçıb gəlib. Məsələn, evdə məzuniyyətdə idi. Məsələn, bəlkə birinlə davalaşıb, ya da nəsə olub, bəlkə evə qaçıb. Biz də uşağı biz tanıyırıq, bilirik. Mən oğlumu tanıyırım. Mən bilirəm ki, o heç vaxt düşmən qabağından qaçmaz. O heç vaxt səngəri qoyub tərk eləməz. Evə gəlməz. Bunu mən öz varlığım kimi bilirəm. Ola bilməz. O mənim gözümdə bilir ki, nə olar. Bilim, siz nə danışırsınız? Bilmirəm kimsiz. Gedin, mənim oğlumu o tərəfdə axtarın. Əgər mümkünsə, xahiş edirəm sizdən, ona kömək verin. Onu bilmədə nə deyirlər? Deyir, var, deyir, yoxdur. Nə qədər ömrüm var, mən o sözünü yadımdan çıxardım. Səhər yenə çıxdım, maşın tutdum, getdim Səngərə. Orada bütün hərbiçilər mənə dedilər, belə deyirlər. Yəni artıq ki, mənə üzr istəmək kimi bir qərar qəbul elədilər ki, biz onun məktubunu geç tapdıq. Ona görə də sənə elə bir məlumat verdik. Hərbi hissədə müstəntiq oxudu. Atama dedi, hələ baxın görün, bu onun öz xəttidir. Atam dedi, oxudu. Müstəntiq oxuyandan sonra dedi, baxmağa ehtiyac yoxdur. Sözlər hamısı onun öz sözləridir. Mənim hərəkət elədiyim bu Səngər müşahidə məntəqəsinə gedən yoldur. Qeyd edim ki, bir 5-6 ay bundan əvvəl Mübariz özü tez-tez bu səngərlə gələrək öz əskərlərinə baş çəkirdi, onları yoxlayırdı və indi də həmin bu müşahidə məntəqəsi onun adına adlanır və bura Mübariz postu deyilir. Qeyd edim ki, burada çəkiliş aparmaq xeyli təhlükəlidir, çünki məndən sağda baxmayaraq ki, bizim ərazidir, məndən solda isə düşmən ərazisidir və onlar hər an buranı nişangaha alıb atəş açırlar. Beləcə Mübariz Tanrının və hər kəsin sevilən bəndələrindən biri olmağı, müqəddəsləşməyi bacardı. Daha bir paradoks, onun adını valideynləri elə müqəddəs qoymaq istəyirdilər. Nənəsi rəhmətlik, mənim anam və mən 2 ad seçmişdik. Müqəddəs, bir də Mübariz. Və hər ikisinin layiq imiş. Müqəddəs də qoysaydıq. Yəni müqəddəs olacaqdı. Müqəddəs olacaqmış. Nəhayət, Mübariz qoydu. Mübariz igidlik göstərmişdi, amma xüsusən ata rahat deyildi. Qəhrəmanlıq verilənə qədər çox narahat idi. Təkcə mən yox, ailəmiz, qohum əqrəbə hamısı narahat idi. Nəyə görə? Cürbəcür sözlər deyirdilər. Deyirlər ki, qanunsuz sərhəddi keçib, düz eləməyib. Bir qınaq var idi. Qınaq var idi, bəli. Bütün bunlar məni çox sıxırdı. Necə yəni hara keçib? Necə yəni qanunsuz keçib? Hara gedib? Öz torpağımızı düşür. Yəni bunları başa salırdım, danışırdım. Gedirdilər arxada, daldalıqda danışırdılar ki, düz eləməyib, belə eləyib. Gəlirdi qulağıma çatırdı. 1-2 nəfər də buradan qalmışam. Onun üstündə. Qəhrəmanlıq veriləndən sonra üzr istəyirəm, elə bir Qurbağa gölünə daş atdılar. Qəbul eləmək üçün mütləq söz yuxarıdan deyilməli idi. Belə çıxırdı, bəli. Qəhrəmanlıq verilən kimi səslər. Bunun üçün prezidentinizə təşəkkür etmək lazım. Bəli, mən təşəkkür edirəm. Mən hər vaxt təşəkkür edirəm prezidentimə. Bu artıq bir status oldu da, milli qəhrəman statusu və mübariz tarixə keçdi. Bəli. Əlbəttə ki, gecikdirilə də bilərdi. Ateşkəs dövrüydü. Ola bilərdi qəhrəmanlığı 3 aydan, 5 aydan sonra verir. Amma sağ olsun, mən ona minnətdarlığımı dəfələrlə bildirmişəm prezidentimiz. Vaxtından tez cəsarət göstərdi deyərdim. Baxmadı xarici dövlətlərə. Mübariz bu yolu keçib, vətən borcunu yerinə yetirmiş. Ailəmizin işi bitmiş hesab eləmirəm. Mənim elə ki, 2 oğlum. Azərbaycanın Ali Baş Komandanı Prezident İlham Əliyev də mübarizə fəxri ad verməklə bir qəhrəmanlıq göstərdi. Mübariz İbrahimovun bu şücaətli addımı onun bütün ölkədə məşhurlaşmasına səbəb oldu. Bir zamanlar onun adi, sakin olduğu Biləsuvar rayonu da onunla xeyli fəxr edir. Məhz elə buna görə də bugün onun doğduğu rayonun mərkəzi küçəsi, icra hakimiyyətinin də yerləşdiyi bu mərkəzi küçə Mübariz İbrahimovun adına adlanır.